Sizinlə çox dadlı bir resept bölüşmək istəyirəm. Bu resepti mütləq yaddaşa verin və mütləq hazırlayın. Əvvəlcə Holland pendirini belə iri rəndədən keçiririk. Siz xırda rəndədən də istifadə edə bilərsiniz. Heç bir fərqi yoxdur. Bundan sonra isə blender vasitəsilə əvvəlcədən bişirdiyimiz qarabaşağı, yəni qreçkanı blender vasitəsilə xırda hala gətiririk. Sadəcə mən burada bir səhv etdim. Yumurtanı blendera əlavə etməyin. Əvvəlcə qreçkanı blenderdan keçirin. Bundan sonra isə ən sonda yumurtanı əlavə edərsiniz. Çünki bu zaman biraz gec həll olur və digər formada blenderdan daha yaxşı formada keçir. Bundan sonra isə mənim içliyim biraz çox olmuşdu. Siz içinə istənilən ədviyyatları əlavə edə bilərsiniz. Duz, istiot, sarıkökdən ən çox istifadə etsəz daha yaxşı olar. Mən bişirdiyim zaman əlavə etdiyimə görə biraz tomat da qatmışdım. Buna görə də ancaq duz əlavə etdim. Və pendiri də mütləq şəkildə əlavə edin. Çünki pendir çox gözəl bir formada dad verir, xüsusi bir dad verir. Bundan sonra başlayırıq kotletlərimizi hazırlamağa. Əvvəlcədən mənim məsləhətim bu formada kotletlərin hamısını hazırlayın. Duru yağı tavaya əlavə edin. Kotletləri də əvvəlcə una, yumurtaya və suxari ununa bulayaraq bu formada qızardın. Mən qapağını örtərək bişirdim ki, içindəki yumurta da bişsin və çox gözəl formada qızardı. Bu formada mütləq bir dəfə yoxlayın. Mənə təşəkkür edəcəksiniz. Çox dadlı alınır. Məncə bunu mənim kimi qreçka sevməyən uşaqlar belə, həm də böyüklər belə yeyə bilərlər. Yanında isə sarımsaqlı qatıq hazırladım. İndidən hazırlayacaq olan hər kəsə nuş olsun. Əgər paylaşımlarım sizin xoşunuza gəlirsə və faydalı olduğunu düşünürsünüzsə, kanalıma mütləq şəkildə abunə olun ki, mənə dəstək ola biləsiniz. İndidən hər birinizə təşəkkür edirəm.